Xoş gördük bir daha hörmətli izləyicilər. Bugünkü mövzumuz Salcılar dövləti olacaqdır. Biz bundan əvvəl Şirvanşahlar dövlətini izah edərək məhz YouTube kanalımıza yerləşdirmişik. Siz də kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Bugünkü mövzumuz isə məhz Salcılar dövləti olacaqdır. Siz yazı lövhəsində bütün Azərbaycan xəritəsini görürsünüz. Ştrixlənmiş hissə Salcıların tam nəzarətində olan ərazilərdir. Altına xətt çəkilmiş Tiflis Müsəlman Əmiri, Şəki Hakimliyi, Dərbənd Əmirliyi və Şirvanşahlar dövləti isə Salcılara tabe olsa, yəni xarici siyasətdə Salcılardan asılı olsalar da, daxilində isə müstəqilliklərini, yəni idarəçiliklərini saxlamışdılar. Ümumiyyətlə, Salcılar Mərkəzi Asiya sakinlərindəndir. Ərəb xilafəti dövründə orduda və müəyyən dövlət idarəçilərində təyin olunaraq onlar xidmət etməyə başlamışdılar. Ərəb xilafətində üsyandan yatırılmasında, Bizansa qarşı aparılan mübarizələrdə göstərdikləri sədaqətə və xidmətə görə məhz onlar müəyyən vəzifələrlə və yaxud da mükafatlarla təltif olunmuş və yaxud da mükafatlandırılmışdılar. Məhz Salcılar sülaləsinin banisi də Əbüsaz Divdat da göstərdiyi xidmətlərin müqabilində xəlifə tərəfindən Azərbaycana göndərilmiş, Azərbaycan ilk olaraq ona verilmiş. Onlar isə Ərəb xilafətinin xəzinəsində müəyyən miqdar, yəni 120 min dinar xərac göndərirdilər. Deməli, Salcılar sülaləsinin banisi Əbüsaz Divdatdır. Salcılar türk mənşəli sülalə olmuşdur. Ondan sonra Azərbaycanda bu vəzifəni icra edən Məhəmməd ibn Əbüsaz, yəni Əbüsaz Divdatın oğlu öz adına pul kəsdirmiş 898-9-cu illərdə və bir sıra ərazidə özünə tabe edərək artıq müstəqil idarə etməyə başlamışdır ki, məhz bu nöqteyi nəzərdən də dövlətin yaranmasını Məhəmməd ibn Əbüsazın adı ilə bağlayırlar. Beləliklə, Məhəmməd ibn Əbüsaz dövləti yaradaraq bir sıra əraziləri, yəni Azərbaycan torpaqları onun ətrafında birləşdirdi, gürcülərlə də mübarizə apardı. Salcılar dövlətinin mövcudluq tarixinə gəldikdə 898-941-ci illərdə mövcud olmuşdur. Yəni 9-10-cu əsrlərdə dövlətin siyasi mərkəzləri, yəni paytaxtları əvvəl Marağa, sonra isə Ərdəbil olmuşdur. Marağanın təyin edilməsi, yəni necə xəritə üzərində müəyyən edə bilərik? Gördüyünüz Urmiya gölünün cənubunda bu çıxıntı ki var, onun qarşısında şərq hissəsində Marağa şəhəri yerləşir. 9-cu əsrin sonu və 10-cu əsrin əvvəllərində paytaxt Marağa, 10-cu əsrin birinci yarısında isə Məhəmməd ibn Əbüsazdan sonra hakimiyyətə gəlmiş Yusuf ibn Əbüsaz mərkəzi Ərdəbilə köçürmüşdür ki, Ərdəbil də gördüyünüz Lənkərandan cənubda, Təbrizdən şimal-şərqdə və Xəzərin qərb hissəsində yerləşən qədim Azərbaycan şəhərlərindən biridir. Yusuf ibn Əbüsazın dövründə dövlət daha da gücləndi. Qardaşı kimi o da, yəni Məhəmməd ibn Əbüsaz kimi o da adına pul kəsdirdi. Gürcülərlə mübarizə aparıb qalib gəldi. Tiflis Müsəlman ərazisini özünə tabe etdi. Şəki hakimliyini, Şirvanşahlar dövləti və Dərbənd əmirliyində asla-salaq ilk dəfə Azərbaycan tarixində ilk dəfə Azərbaycan torpaqları bir dövlətin, yəni idarəçi altında birləşdirildi. Bu formal vahid dövləti çünki mərkəzləşmiş dövlət deyildi. Formal dövlətlə vahid dövlətin fərqi odur ki, mərkəzləşmiş dövlətlə vahid dövlətin fərqi ondan ibarətdir ki, mərkəzləşmiş dövlətdə bütün ərazilər mərkəzdən, yəni hökumət tərəfindən göndərilmiş nümayəndələr tərəfindən idarə olunur və birbaşa onun iradəsinə tabe olur. Amma formal vahid dövlət odur ki, tabe etsə də xarici siyasətdə onların asılı, amma daxildə onlar müəyyən idarəçiliyə və yaxud da müstəqilliyə malik olurlar. Belə idarəçi deyir formal vahid dövlət. Məhz Salcılar da ilk dəfə Azərbaycan torpaqlarını formal olaraq vahid halda birləşdirmişdilər. Məhz Dərbənd səddində möhkəmləndirmişdilər. Eyni zamanda Salcılar Samanlərlə mübarizə aparıb Xəzərin cənubunda olan Rey şəhərində onların əlindən almışdılar. Hətta Yusuf ibn Əbüsazın dövründə Salcılar dövləti daha da güclənərək Ərəb xilafətinə və yaxud da Abbasi xəlifəsinə xərac göndərməkdən imtina etdi. Buna görə bir neçə döyüşdə ərəblərlə mübarizə aparmalı oldu. Hətta qalib gələndən sonra öz adına, yəni 9-12-ci ildə xərac göndərməyi dayandırmışdı. 9-17-ci ildə isə qələbədən sonra ərəb ordusu üzərində öz adına pul kəsdirmişdi. Amma 9-19 əsr düşür, 3 il xilafətin zindanında qalır. Amma Azərbaycanda və digər ətraf ərazilərdə üsyanların genişlənməsi səbəbilə xəlifə onu nəinki azad edir, həm də yenidən bu ərazidə idarə etmək hüququ ona verir. Yenə də Azərbaycana qayıdandan sonra yenidən bu ərazilər tam nəzarətə götürür. Yusuf ibn Əbüsazın istər vergi sahəsində, istər idarəçilik sahəsində gördüyü tədbirlər nəticəsində əhalinin iqtisadi vəziyyəti yaxşılaşır və Azərbaycan xalqının Cənubi Qafqazda güclənərək mövqeyinin artmasında, güclənməsində böyük xidmətləri olmuşdur.
Azərbaycan istər xalqının yəni sayının artmasında, istər iqtisadiyyatın güclənməsində məhz Yusif İbn Əbi Sacın xidmətləri böyükdür. Yusif İbn Əbi Sacın ölümündən sonra başlanan daxili çəkişmələr dövləti zəiflədir və 941-ci ildə Gilan və ya Deylan hakimi Mərzban Məhəmməd tərəfindən Ərdəbilin tutulması ilə axırıncı Sacı hökmdar Deysən taxtdan salınır və bununla da dövlət süqut etmiş olur və ya da süquta uğrayır. Biz dedik ki, Şirvanşahlar mövzusunu keçmişik. Şirvanşahlarla Sacilər bir neçə oxşar cəhətini qeyd edəcəyik. Belə ki, hər iki dövlətdə sülalənin banisi olan şəxs dövləti idarə etməyib. Yəni, Yezid ibn Məziyyət sülalənin banisi idi. Məziyyədlilər sonrası amma onun varislərindən Heysam və Xalid yaratmışdı. Bunlardan da Əbülsaz Divdad sülalənin banisi idi, amma dövləti onun varisləri, övladları yaratmışdılar. Hər ikisi 9-cu əsrdə meydana gəlib, 861-də Şirvanşahlar, 898-ci Sacilər. Hər ikisi dedik ki, məhz Dərbənd səddini möhkəmləndirib şimaldan gələn hücumların qarşısını almağa cəhd göstərmişdilər və bir neçə paytaxt şəhərinin olması da məhz oxşarlıq kimi götürülə bilər. Məhz Şirvanşahlarda Şirvan, Şamaxı, Bakı olmuşdur. Sacilərdə isə Marağa və Ərdəbil məhz onların paytaxtı olmuşdur. Fərqli cəhəti o idi ki, Şirvanşahlar ərəb mənşəli idilər, Sacilər türk mənşəli idilər. Şirvanşahlar Azərbaycanın şimalında, Sacilər isə Azərbaycanın cənubunda meydana gəlib. Şirvanşahlar 1538-ci ildə, yəni son feodalizm dövründə süqut etdiyi halda Sacilər 10-cu əsrdə, yəni erkən orta əsrlərdə süquta uğramışdır.